Əgər şəhərin səs-küyündən uzaqlaşıb sakitlik, təmiz dağ havası və rahat istirahət yeri axtarırsınızsa, bu məkan çox gözəl seçimdir. Biz burada 2 gecə qaldıq. Həm evin təmizliyindən, rahatlığından, həm də ətrafın füsunkar təbiətindən çox razı qaldıq. İlk olaraq sizə həyətlə tanış edim. Ən çox bəyəndiyim cəhətlərdən biri də həyət birbaşa möhtəşəm meşə mənzərəsinə açılır. İndi isə keçək evin içinə. Burada sizi ilk olaraq evin daxilində yerləşən belə jacuzzi qarşılayır. Evin istənilən fəslinə rahat istifadə edə biləcəyiniz çox gözəl bir üstünlükdür. Mətbəx tam təchizatlıdır, lazım olan hər şey düşünülüb. Hamam və sanitar qovşağı da təmiz və səliqəlidir, zaten videoda da açıq-aydın görünür. Evin 2 rahat yataq otağı var və ailəvi istirahət üçün olduqca əlverişlidir. Biz də axşama manqal qalayıb toyuq kababı hazırladıq. Mən əlavə olaraq soğan salatı da hazırladım. Bilənlər bilir ki, bu salatın içinə əslində zoğal turşusu və yaxud da alça turşusu gedir. Ancaq mən onu gətirməyə unutduğumdan bunu ancaq naşırabla elədim. Ancaq yenə də dadlı alındı, kababla gedər. Günümüzü gözəl süfrə ətrafında ailəmizlə birlikdə çox xoş keçirdik. Belə təbiətin qoynunda kababın dadı isə həqiqətən tam başqa olur. Əgər Qəbələdə həm rahat, həm də təbiətin içində sakit bir məkan axtarırsınızsa, Tren Forest istirahət mərkəzini sizə rahatlıqla tövsiyə edirəm.